Dostlar salam, xoş gəlmisiniz. Bugün siz görək ChatGPT nə deyir verilişində iş qonaqlarsınız və bugün sizin əsas məqsədiniz ChatGPT-yə bizim sizə verdiyimiz söz birləşmələrinin tapmasını sağlamaqdır. Biz sizin hər əvizə 2 dənə söz birləşməsi verəcəyik və hər əvizə 30 saniyə vaxt verəcəyik. Bu 30 saniyə ərzində söz birləşmələrini o söz birləşməsinin içində olan sözləri istifadə etmədən ChatGPT-yə izah eləməlisiniz. 30 saniyə ərzində əgər ChatGPT o sözləri tapa bilsə, hər əviz 1 bal qazanırsınız. Əgər ChatGPT bunu başa düşməsə, bal qazanmırsınız. Ən çox bal qazanan isə bizdə sonda 3 aylıq ChatGPT Plus-un paketini əldə edir. Ona görə də əgər hazırsınızsa, başlaya bilərik. Başlayaq. Kim birinci başlamaq istəyir? Bəlkə biz suyu Sən. Sən başla. Məhəmməd. Tamam. ChatGPT-imizin adı Məryəmdir. Ona Məryəm olaraq müraciət edə bilərsən. Bizim birinci sözümüz ər çörəyidir. Ər çörəyi. Ər çörəyi. Hazır olduğun zaman mənə dinən, mən timerə qoşum. Mən başlamadım. Bizdə ər çörəyi. Ər çörəyi, bəli. Hazır. Hazırsan? Aha. Getdik. Deməli Məryəm, birinci söz birləşməmiz el arasında əslində zarafatca deyir xanımlar ki, mən artıq evlənib yemək istəyirəm. Bu ortadakı nəyi yemək istəyirlər, onu deyirlər daha çox. Birinci söz evlənəndə olur, kişi tərəfə deyilir. İkinci söz isə həmişə biz onu yeməklə yeyirik. Yəni bütün yeməklərin yanında olur. Onun üstünə nə bilim yağda sürtürük, pendirdə qoyuruq, yeyirik. İkinci söz birləşməmiz budur. Vaxt bitdi. Aha, çox maraqlıdır. Deməli, birinci söz bəy, yəni evlənən kişiyə deyilir. İkinci sözdə yeməklə yeyilən, yağ, pendir falan sürtülən bir şeydir. Onda bu söz birləşməsi bəy çörəyi olmalıdır. Tam tapdım deyəsən. Bəy çörəyi nətər? Bəy çörəyi. Əsər olsa ki, bəy çörəyi. Bəy çörəyi. Çox rəsmi. Uydurdum. Bəy çörəyi. Bəy çörəyi. Aristokratların da o. Bundan maraqlı sonra məncə şey demədilər də, mən bəy çörəyi yeyəcəm. Mən bəy Maraqlı çörəyi. elə deyəcəm. Bəli. Bəy çörəyi. Hazırsınızmı? Hazıram. Sizin tapmalı, daha doğrusu ChatGPT-yə izah etməli olduğunuz söz xəngəl havasıdır. 3, 2, 1. Deməli, soyuq havalarda Azərbaycanlılar bunu yeməyi çox sevir. Bu əsasən Gürcü mətbəxinə aiddir. Gürcü mətbəxinə aiddir. Aydındır. Yəni bu ikinci tapmacamız da soyuq havalarda Azərbaycanlıların çox sevdiyi və Gürcü mətbəxinə aid bir yeməkdir. Onda bu böyük ehtimalla xaçapuri olmalıdır. Tapdım. Havası sözünü istifadə edə bil. Bu raundda siz heç bir bal qazanmadınız, əfsuslar olsun. Keçirik. Yenə yaxşı ki, amma hava sözünü hava demədən necə izah edir? Hava sözünü o Oksigen. ətrafda nəfəs al, nə ilə nəfəs alırıq? Misal üçün belə bir izah verə bilərəm, amma yenə Hər də. tərəfli izah edə bilərsən də. Məmməd hazırsan? Hazır. Sənin indi ChatGPT-yə izah etməli olduğun söz nişan konfetidir. Nişan konfeti. Nişan konfeti, bəli. Hazırsan? Nişan konfeti. 3, 2, 1. Növbəti söz birləşməmiz. Birinci söz evlilikdən əvvəl qız oğlan arasında olandı. O olandan sonra toy olur. İkinci söz isə şirniyyatdır, balaca kağıza bükülür. Şokolad deyil bu. Daha çox karamel olur və buna rus dilindən keçmə bir sözdür bizə. Daha çox böyük kişilər, uşaqlar bilər ki, gəl sənə bundan verim. Bu qədər. Sən 6 saniyə vaxtın var. Başa düşdüm. Yəni birinci söz evlilikdən əvvəl olan nişan mərhələsidir. İkincisi isə belə bazaca kağıza bükülən karamel tipli bir şirniyyatdır. Onda bu söz birləşməsi nişan konfeti də olmalıdır. Yes, tapdım. Təbriklər. Günay xanım, hazırsınızmı? Sizin izah etməli olduğunuz söz birləşməsi məhlə pişiyidir. Elə bir şey. Məhlə bir şey. Əslində asandır. Biraz beynində qur. 1. Deməli, birinci söz bizim yaşadığımız həyətdir, binalar və s. olur. Ona biz nə deyirik? Budur. İkinci sözü isə deməli, kətin Azərbaycan versiyası. Həmin o ərazidə nələr olur? Məsələn, itlər, quşlar, başqa nələr olur? Budur. Aydındır. Yəni birinci söz bizim yaşadığımız mühit, ətrafımız, yəni məhəllə və ya həyət ola bilər.
İkinci söz isə orada olan cücülər, quşlar kimi canlılardır. Onda bu söz birləşməsi həyat faunası olmalıdır. Tam tapdım. Həyat faunası nədir? Həyat faunası. Məhəllə dedim indi yaxınlaşır, amma həyat faunası. Məhəllə dedi sonra həyat faunası. Məhəllədən həyat faunasına keçdik. Demək ki, yəni Yox, hamam saunası. demək ki, biz ChatGPT ilə işləyəndə ona maksimal təfərrüatla düzdür. Yəni ona görə də biz özümüzlə inkişaf eləməliyik ki, ona düzgün şəkildə mesajlar ötürə bilək. Tamam, gəlin sizə üçüncü sözü də bildireyim. Məhəmməd, çətin bir şey istəyirsən yoxsa asandır? Asan olsundur. Tamam. İndi sən mütəmadi olaraq onu bu söz birləşməsini daha çox oğlanlar istifadə edir, amma yenə də hazırsansa mən bunu deyirəm. Təkərə düşmək. Təkərə düşmək. Bəli. 2 1. Deməli Məryəm, bunu daha çox çaşanda və yaxud nəsə belə bir şey baş verəndə deyirlər. Birinci söz maşının fırlanan nələri olur, odur. İkinci söz isə yıxılmağın digər versiyası. Yəni bir şeyin içinə yıxılmaq yox, başqa bir şey. İkinci sözümüz isə budur. Başa düşdüm. Yəni bu ifadə daha çox maşının fırlanan hissələri və nəyinsə içərisinə yıxılmaq deyil, başqa bir şeyin içinə düşməklə bağlıdır. Onda bu söz birləşməsi təkər çuxuru olmalıdır. Tapdım. Deyirsən də bunu da düşməyi dedin axı sən orada. Təkər Mənə çuxuru. güldün, Təkər məhəllə Ayda sözündə. soruşdum, təkər çuxurundayam. Təkər çuxuru biz. Təkər çuxuru. Təkərin çuxuruna düşmə. Mən də bəy çörəyi yemək istəyirəm. Bəy çörəyi. Türklər təkərin çuxuru falan deyirlər. Sən günah hardasın? Həyat faunasında. Sənin ChatGPT-yə tapdırmalı olduğun söz dodaq yeri. Çaydan sonra deyirlər, çay sözünün dodaq yeri saxla. Bax o dodaq yeri sözünü ona izah eləməlisən. Hazırsanmı? Yox. Durub gedir də. Getdik. Deməli Məryəm, Azərbaycanlılar çay içməyi çox sevir, amma stəkanı tam doldurmağı sevmir. Stəkanın başında qalan boşluq hissəyə bir ifadə deyirlər. Bunun birincisi bizim üzümüzdə olan, qidanı qəbul etdiyimiz həmin bu üzvdür. İkincisi isə məkan anlayışının sinonimi ola bilər. Səncə bu söz birləşməsi nədir? Yaxşı. Çox maraqlıdır. Yəni Azərbaycanlılar çayı stəkanın pam dolusu yox, biraz qoşluq qalaraq içməyi sevirlər və o boşluğa verilən bir ifadə var. Birinci hissə özdə olan, yəni dodaq deməkdir. İkinci hissə isə məkan anlayışının sinonimi, yəni yer deməkdir. Onda bu söz birləşməsi dodaq yeri olmalıdır. Qəşəng izah elə. Məncə də daha çətin bir söz verək. Mən asan seçirəm. Mən də asan seçim, yox. Sən kişisən, sən çətin seç. Sənin tapdırmalı olduğun söz sümüyə düşməkdir. Sümüyə düşmək. Bəli. 2 1. Deməli Məryəm, növbəti söz birləşməmiz birincisi toyuğun nəyin yeyib və yaxud ətin nəyin yeyib, nəyini atırıq. Birinci sözümüz budur. İkinci söz isə türklər daha çox bu sözü birindən xoşu gələndə istifadə edir. Bizdə isə bu yıxılmaq mənasındadır. Amma türklər bunu kimdənsə xoşu gələndə istifadə edir. Birinci söz isə yenə deyirəm, ətin nə idi? Budur. Maraqlıdır. Yəni birinci söz ətin biz yemədiyimiz, atdığımız hissəsi, yəqin ki sümük deməkdir. İkinci söz isə türklərdə kimdənsə xoşları gələndə istifadə edilən, bizdə isə yıxılmaq anlamına gələn sözdür. O da düşməkdir. Onda bu söz birləşməsi sümük düşməsi olmalıdır. Sümük düşməsi. Sayılır. Düşmək dedi. Sümüyə. Sənə tapmalı olduğun söz ət ürpəşməsidir. Və yaxud da ki, ətim ürpəşdi. Bax bunu iki variantda biz bunu düzgün qəbul edə bilərik. Ətim ürpəşir. Qorxanda yoxsa? Ya qorxanda, ya da Nəsə iyrənəndə. Bəli. Hazırsan? 3 2 1. Məryəm, bu söz birləşməsi bizdə daha çox nədənsə qorxananda və ya iyrənəndə istifadə olunur. Türklərin biz oldu sözünün sinonimi ola bilər. Birinci söz mal və ya qoyundan yediyimiz qidanın adıdır. Yəni onun nəyini istifadə edirik? Mal və ya qoyunun və ya toyuğun. İkinci söz isə Aydındır. Yəni bu söz birləşməsi daha çox qorxanda və ya irilənəndə istifadə olunur və türklərin biz oldu ifadəsinin sinonimidir. Birinci söz mal, qoyun və ya toyuqdan aldığımız qidadır, yəni ətdir.
İkinci söz isə o biz olmaq anlamına gəlir. Onda bu ifadə ət ürpərməsi olmalıdır. Tam tapdım. Başması demişdiniz. Xeyir ola. Ürpənməsi, ürpəşməsi. İkinci sözü izah edə bilmə, ürpərməyi izah edə Özün bilmə. yazı gəldi. Seviyorum seni mən Məryəm. deyim, Qalibiyyətimizi dayandıraq, mən qalib olmuş olam. Bəli, siz Marağa bir-iki dənə də elə bir gedər. Bir dənə də sual ver. Bilməsəm o Günay qalibdir. gözəl bir təklif gəldi buradan. Bəy havası sözü. Bəy havası. Bəy havası. Toyda bəy havası mahnısı olur. Sən revanş şansın var əslində qalsa. Bu veriliş bitmir də ümumiyyətlə. Məhəmməd udmuyor. Məhəmməd 20, Günay 19. Getdik. Deməli, növbəti söz birləşməmiz. Kişi və qadın evlənəndə qadın gəlin olur, kişi isə nə olur? Odur. İkinci söz birləşməmiz isə bizim aldığımız, yəni ətrafdan aldığımız oksigenə nə deyirlər? Odur. Bu daha çox bu söz birləşməsi toylarda istifadə olunur, bir rəqs növüdür. Birinci söz yenə deyirəm, qadın gəlindir, kişi bu birinci söz birincidir və ümumilikdə bu söz birləşməsi toyda oynanan bir rəqsdir. Vaxtım bitdi. Başa düşdüm. Yəni birinci söz evlənən kişi üçün istifadə olunan bəy sözüdür. İkinci söz isə bizim nəfəs aldığımız, yəni nəfəsdir. Onda bu söz birləşməsi bəyin nəfəsi və ya bəyin nəfəsi. Bu toyda bəy nəfəs oynayırlar. Bəy nəfəsi adlı mahnılara qoşulacaq. Ayda bu mahnı bəy nəfəsimə düşdü. Məhəmməd, burada Sən şans verməkdən vaz keçmə. Günay xanım, mən sizi təbrik edirəm. Təşəkkür Siz edirəm. bizdən 3 aylıq ChatGPT Plus paketini əldə etdiniz. Mən sizi təbrik edirəm. Çox sağ olun ki, Təşəkkürlər. gəldiniz. Biz təşəkkür Minnətdaram. edirik. Ümid edirəm ki, verişi çox bəyəndiniz. Elə bir belə Allah, qəşəng super, təbrik bana. eləmədin. Ya yaxşıdır. Sevin. Arada bir verərəm, istifadə edərsiniz. O yetişi olur, profil ötürmə 2 nəfər istifadə edirlər. Sizin əllərimi oraya yazdıracağam.